Hər hansı bir üzülü səbəbdən dərsə gəlmədikdə həmin dərsdən geri qalmamaq üçün video materiallara baxmaq olur və yenidən həmin dərslərə aid tapşırıqlar edə bilirik. Başqa nə kimi köməkliyi olur sizə bu platforma? Burada bizim üçün birinci tapşırıqları etmək üçün kömək kiçik şəkillər var. Biz ora baxaraq tapşırıqları həll edə bilərik. Rəqəmsal məktəb platformasının sizə köməyi nədir? Biz bu platformada rahat şəkildə işləyə bilirik. Valideynlərimiz narahat qalmır. Məktəbimizdə artıq 2 ilə yaxındır ki, rəqəmsal məktəb platforması aktivdir və burada həm müəllim, həm şagird, həm valideyn, həm məktəb rəhbərliyi iştirak edə bilir. Çox gözəl nəticələr əldə edirik. Müəllimlər dərs cədvəllərini oradan görə bilirlər. Şagirdlər həmin dərs cədvəllərinə uyğun olaraq test tapşırıqları görür. Video izahlardır, quizlərdir, test tapşırıqlardır. Bunları həll edə bilirlər. Rəhbərlik tərəfindən isə orada görülən müəyyən statistikalar mövcuddur ki, görə bilirlər. Valideyn isə şagirdə nəzarət edə bilir. Bu platforma sayəsində uşaqlar kodlaşdırmanın əsaslarını da öyrənə bilirlər. Məktəblilər prosesin icrasını şəxsi kabinetə daxil olaraq reallaşdırırlar. Rəqəmsal məktəb platformasının sənə köməyi nədir? Bizə verilən alqoritmlər nəticəsində istədiyimiz bir oyunu və ya kodlaşdırmanı kodlaşdıra bilərik. Python haqqında orada nümunələr verilir və biz o nümunələrə baxaraq öz istədiyimiz bir proqramı qururuq və ya kodlaşdırmanı. Bəli, rəqəmsal məktəb platforması artıq 2 ilə yaxındır ki, pilot layihə kimi həyata keçirilir. Ölkə üzrə 353 təhsil müəssisəsində tətbiq olunur. Süni intellekt artıq bütün şagirdlərin həyatında əsas rol oynayır desək, yəqin ki, yanılmarıq. Əsas məsələ isə ondan düzgün istifadə etmək və yararlanmaqdır. Bu məqsədlə məktəblərdə uşaqlar üçün xüsusi proqramlar yaradılacaq. Yaxın gələcəkdə Azərbaycanda bütün məktəblərdə süni intellektin tətbiqi həyata keçiriləcək. Belə ki, rəqəmsal məktəb layihəsi çərçivəsində uşaqların suallarına cavab verəcək chatbot hazırlanır. Yaxın vaxtlarda platformada süni intellekt sistemlərinin də tətbiqi nəzərdə tutulub. Belə ki, Azərbaycan dili və Azərbaycan tarixi fənlərinin süni intellektə öyrədilməsi əsasında şagirdlərin çətinlik çəkdikləri mövzular üzrə ünvanladıkları suallara cavab verən xüsusi chatbot istifadəyə veriləcəkdir. Strategiyaya uyğun olaraq 2027-30-cu illər ərzində Elm və Təhsil Nazirliyinin qarşısında duran əsas prioritet məsələlərdən biri də tədris prosesində süni intellektin tətbiqi, bu istiqamətdə müvafiq planlamaların həyata keçirilməsidir. Chatbot layihəsi şagirdlərin intellektual və tədris dəstəyini təmin edəcək. Bildiyimiz kimi, süni intellekt belə deyək, gündəlik həyatımıza da istifadə olunur və artıq bu məsələlər orta məktəb dərslərinə də keçiriləcək və rəqəmsal bacarıqlar belə bir layihə var və bu layihə əsasən orta məktəblərdə süni intellektin tətbiqi ilə bağlı dərslər keçiriləcək və təbii ki, burada orta məktəbdə əsas məqsəd şagirdlərin süni intellektdən düzgün istifadə etmə qaydası və onların biliklərinin daha da artırılması və eyni zamanda hər hansı çətinlik yarandıqda süni intellekt vasitəsilə bu çətinliklərin aradan qaldırılmasından ibarətdir. Həmçinin layihə çərçivəsində ekoloji və iqlim dəyişiklikləri ilə bağlı fənlər üzrə dərsliklər də hazırlanacaq. Rəqəmsal dünyanın şagirdlərin həyatına inteqrasiyası isə daim diqqət mərkəzində saxlanılır. Nigar Babayeva, Vahab İmanzadə, Əli Abbaslı, Telesəhər.